Bədii metal işləmə Azərbaycan xalq sənətinin həm maddi, həm də mənəvi baxımdan böyük dəyər kəsb edən sahələrindən biridir. Bu gün Azərbaycanda bu sənəti yaşadan azsaylı sənətkarlardan biri də Azərbaycanın əməkdar rəssamı professor Şaiq Məmmədovdur. Bu masa üzərində gördüyümüz əl işləri onun böyük yaradıcılığının sadəcə kiçik bir hissəsidir. Azərbaycan təsviri sənətinin bütün növlərinin əsasını xalq sənətimiz təşkil edir. Və xalq sənətimizin də ən geniş yayılmış növlərindən biri bədii metal işləmədir. Azərbaycan bədii metal işləmə sənəti tarixən 4 növ üzrə inkişaf edib. Bu, dəmirçilik, silahsazlıq, miskərlik və zərgərlik. Ağac işləmədən istifadə olunub, bədii ağac işləmə, bu da xalq sənətinin ayrıca bir növüdür. Gümüşbətlik sənətindən istifadə olunur. Buna görə də burada tək dəmirçiliyi bilməklə və yaxud da təkcə silahsazlığı bilməklə bu işləri ərsəyə gətirmək bir qədər çətin məsələdir. 2 kitab üzlüyü dayanıb da, Nizami Gəncəvinin kitabının üzü, bir də Füzulinin kitabının üzü. Bu mənim ellədiyim hardasa 16-17 kitab üzündən qalan ikisidir. Bu qadın bəzəklərinə daxildir. Və burada gümüşbəndlikdən əlavə görürsünüz, sümükbəndlik sənətindən istifadə olunur. Bu bizim qan yaddaşımızdadır. Aleksandr Düma Qafqaz səfəri əsərində yazır ki, mən Azərbaycanda olanda 6 yaşında oğlan uşağı əlini şəstlə belindən asdığı hər iki tərəfi ülgüc kimi kəsən xəncərin üstünə qoyub anasının dizinə sığınmışdı. Natəvan qanundan gedir burada söhbət. Töv başdan ayağa gümüşdən işlənmiş xəncərdir. Bunun üstündə görürsünüz, tiyədə 3 dənə nov var. Novsuz xəncərlər var, 2 novlu var, 3 novlu var. Nə qədər novu çox olsa, bir ilə qiymətli xəncərlərdir. Bunlar bəy xəncərləri deyiblər. Belə işlərin Azərbaycanda burada qiyməti hardasa bir 4-5 mindir. Mən ümumiyyətlə çalışıram ki, çox az satım. Yəni satmayayım daha doğrusu. Çox müraciət edilən olur. Çünki bilirsiniz, iş belədir ki, bir növ rəssamın evladıdır. Qarabağ torpaqlarımız alındı. Ali Baş Komandanımızın burada böyük xidmətləri var. Məmnuniyyətlə xəncər onu bağışlayaram. Və yaxud da deyək ki, Şuşada muzey yaradılsa, Şuşanın muzeyinə bağışlayaram. Sonra at həvəskarları var, at minən insanlar var. Qamçılardan birini bağışlamışam Polad Bülbüloğlu'na. Bilirdim ki, o at minəndir o vaxtlar. Və çox sevindi. Hətta bir zarafat deyirlərdi, qamçını götürdü, çıxdı. Otağının qabağında köməkçilər işləyirlər ki, sizi daha bununla döyəcəm. Bilirsiniz, o işi həvəskar olmayan adamı bağışladan sonra elə bir dəyəri olmur. Məsələn, Ulu Öndərimiz Heydər Əliyevdə 3 işim var idi. Əsasən, Quran üzüydü, Kitab-ı Dədə Qorqudun Drizindəki əl yazmasının üzlüyüydü. Xəncər var idi. Ali Baş Komandanımızda, məsələn, mənim Quran üzlüyü hədiyələmişəm vaxtı ilə. Hansı, belə deyək, sənətkarın davamçısı yoxdursa, məktəbi yoxdursa, deməli, o sənət inkişaf eləməyəcək. Şükürlər olsun ki, mənim artıq tələbələrim var.